Elə adamları çıxardırlar səhnəyə ki, hamı bilir ki, bu 4 dəfə əri idi, 5 dəfə ərdən boşanır. Bu adam çıxıb xalqa əxlaq dərsi deyir. Xalq onun özünü təhqir olunmuş hesab eləyir. Televiziya kanallarından xahiş edirəm ki, ekranlara dəvət elədiyi adamların şəxsiyyətlərinə fikir versinlər. Xalqa öğüt nəsihət dərsi verən kimdir? Hansı tərbiyənin sahibidir? Hansı ocaqda, hansı bucaqda yetişir? El adam çıxır oradan nağıl danışır ki, öydə donursan, xəcələt qalırsan, nə uşağın, nə ailənin üzünə baxa bilmirsən, yoldaşım bana deyir, bu filan kəsdir. Vurur qalır ama kişi. Kim xalqa? Xalqın müdrik kişiləri var. Mən inandırıram ki, bu xalqın içində oluram həməşə. Atlı da, piyada da, çarıqlı patavalı da, laf belə. Ay qardaş, bu xalqın içində, o kəndlərdə, o rayonlarda, Qurana and olsun, el adamlara rast gəlirəm. Az qalırəm, əyləm onun o palçıqlı ayaqqabısından öpəm. Gəl sənin ayağından öpürsən, bu sözümə tərd edin. Elə kişilər var. Axtarın, tapın. Yəni, bugün böyük bir təxribat var. Azərbaycan xalqının mənəviyyatına qarşı. Yazılarımız səviyyəsiz, sözün əsl mənasında səriştəsi olmayan, intellekti olmayan, tarixi bilməyən, ancaq hır, mır, zır, bax belə şou yaradan aparıcılardır. Onlar bilmirlər. Onlar o sözün əsl mənasında toy müğənnilərini yığırlar orada. Xeyir olsun toy müğənniləri. Sonra sənətkarlar lazımdır. Sənətkar sözün əsl mənasında. O üzr istəyirəm bu hacının altından çıxıb bu hacının altına girən yüzlərlə şortları çıxardırlar. Adam əsəbləşir, baxa bilmir. Bu mənim bu ikinci ərimdir, qanunsuz ərimdir, nicahım ərimdir. İstəsəm 8 dəfərə gedərəm, istəsəm 15 dəfərə gedərəm. Bu qancıqları üzr içərəm ifadəmi. Niyə çıxardırsa efərə? Çaqqallar, şərəfsizlər. Adam bilmir, dövlətin o qədər problemi var, xalqın problemi var, millətin problemi var, təhsil problemi var, səhiyyə problemi var, aptek problemi var, dərmanlar problemi var. Bunların hamısının bəyəmləri ekran həll eləməlidir. Ekran dövlətin dilidir, millətin dilidir, xalqın dilidir. Bunları ekranı çıxartmaq lazımdır. Bu şortuları çıxardırsınız, sonra bir-biri ilə gəh vuruşurlar, savaşırlar. Biri meydan oxuyurlar, villaları ilə, meydan oxuyurlar maşınların bahalısı ilə, meydan oxuyurlar maşınların nömrəsinin bahalısı ilə. Bilirik də, bu şərəfsizlər görməmişlərin əlinə ki, pul düşdü, büdcəni dağıtdılar, milyonları var, bu qancıqlar üçün xərcləyirlər də, onlar üçün meydan yaradırlar, efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana bıraxarlardı. Qətiyyən mümkün deyildi, mümkün. Senzura var idi, baxırlar. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni, millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır, nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdən pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanun.